Nənələri əzilməyən, rəngi qıpqırmızı çiyələk mürəbbəsi hazırlayırıq. Təmiz şəkildə yuyub saplaqlarını təmizləyib mətbəx salfetinin üzərinə düzürəm ki, suyu süzülsün. Şərbəti üçün 1 kiloqram 800 qram şəkər tozu götürmüşəm. 1 stəkan dolu qaynar suyu üzərinə əlavə edib pamodun üzərində bişirirəm. 2 yemək qaşığı dolu da limon suyu əlavə edirəm. Qaynara düşdükdən sonra meyvələrini əlavə edirəm. Ləyəni asta-asta silkələyirik ki, qaynara düşdükcə kəfi üzərinə vursun. Üzə çıxan kəflərini təmiz şəkildə yığıram. 25 dəqiqəyə girodun üzərində mürəbbəmiz tam hazır olur. Hazır olduqdan sonra mətbəx salfeti ilə qalan kəflərini də yığıram. Bişməyini isə salfetin üzərinə mətndən bir qədər damladıram. Əgər salfetə yayılmırsa, deməli artıq mürəbbəmiz tam hazırdır. Soyuduqdan sonra da sterilizə olunmuş bankalara yığıb, kənarlarını təmizləyib, ağzını bərk şəkildə bağlayıb, sərin yerdə və yaxud soyuducuda saxlayırsınız. Əgər video sizin üçün faydalı oldusa, səhifəni izləyib, videonu bəyənməyi unutmayın.